İxlas surəsinin qrammatik təhlili Quran-ı Kərimin 112-ci surəsidir. Məkkədə nazil olmuşdur. 4 ayədir. Bismillahirrahmanirrahim. Rəhman və Rəhim Allahın adı ilə. Qul huvallahu əhəd. De, o Allah təkdir. Burada qul, qalə feilindən törənib. Feilin təkidi əmr formasıdır. Buna ərəb dilində əmr məlum deyirlər. Feil özü əcvab feillər qrupuna daxildir. Yəni kökü qavələ idi, oldu qalə feilindən. Sonra huvə, o şəxs əvəzliyidir, mübtədadır. Kim o? Burada huvəyə şan zəmiri də deyirlər və cinsə, qrammatik cinsə kişi cinsidir. Hallanmır. Sonra Allahu, Allah Cəllə Cəlaluhu mübtədadır. İkinci mübtəda adı da nədir? Almışdır. Sonra əhədun, yəni bir təkdir mənasındadır, təkdir mənasındadır. Allahu mübtədasının xəbəridir. Yəni Allah onun mübtədasıdır. Sonra burada qeyd olunur ki, demək Allahu əhəd cümləsi hu mübtədasının da xəbəri sayılır, ismi cümlə sayılır. Burada qeyd eləyək, bax buradakı Allahu əhəd var, bu hu və mübtədasının da xəbəri nədir? Sayılır. Sonra ikinci ayə Allahu Saməd, Allah Saməddir, yəni ehtiyatsızdır. Allahu yenə də burada mübtədadır, ismi cümlədir, isimlə başlayır. Əs-Samədi də cümlənin xəbəridir. Cümlə hu və mübtədasının ikinci xəbəri də adlanır. Bu huvənin bu ikinci xəbəri də adlandırılır.